Azərbaycanda Məhərrəm ayı başlayıb. Lent AZ-ın məlumatına görə Qafqaz Müsəlmanları İdarəsinin fətvasında deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə hicri qəməri təqvimi ilə 1446-cı il başa çatır. Yeni 1447-ci ilin başlanğıcının, Məhərrəm ayının bir günün miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf edir. Qazılar Şurası dindarlara xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və dinimizə görə qəbul edilməzdir. Qeyəmi Qazılar Şurası onu da diqqətə çatdırıb ki, dini etiqad azadlığı haqqında qanununun müddəalarına riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. Azərbaycan qanunlarına əsasən təziyə mərasimləri zamanı milli mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yol verilməzdir.